bax sual verirəm sizə. Həqiqətənmi siz namaz qılmayan, içki içən, eyni zamanda da Allah bağışlayandır, o bağışlayacaq deyən insanlar, siz məhşər günü oruc tutan, namaz qılan, sədəqə verən, gecə namazlarına qalxan insanların dəstəsində olmağı mı ümid edirsiniz? Həqiqətən siz beləmi düşünürsünüz? Siz ki, o dəstənin içində fırıldaqçı kimi görsənəcəksiniz. İstəyirsiniz, acı həqiqəti sizə deyin. Allahın əmrlərini yerinə yetirməyən heç kəs, onların 1 kilometr belə yaxınlığına yaxınlaşa bilməyəcək. O gün hər kəs özü kimilərinin yanında olacaq. Çünki Allah Sübhanehu və Teala sonsuz ədalət sahibidir, qardaşlar. Ona görə də Allah namaz qılan, zəkat verən, oruç tutan, özünü haramlardan qoruyan birini heç vaxt bunları etməyənlərin, buna əhəmiyyət verməyənlərin yanına yerləşdirməz. Çünki bu çox da ədalətli olmazdı. O zaman salihlər deyərdilər ki, ey Rəbbimiz, əgər günahkarlar da bizimlə eyni mükafatı alacaqdılərsə, bəs niyə biz bu qədər ibadət etdik? Ona görə də özünüzü aldatmayın, şeytanın yalan vədlərinə uymayın, hələ ki gec deyil həyatınıza çəki düzən verin.